bəndə kim olursa olsun, kimin nəslindən olursa olsun, hansı gözəllikdə olursa olsun, bu Allaha önəmli deyil. Allah önəmli olan nədir? Qəlbində daşıdığı əməllər, təqvallah. Qəlbim təmizdir deyir, el bəhbəhlə deyir. Amma əməllərinə baxan görsən ki, onu görmürsən də qardaş, nə qədər günahkar insandır. Günahlarla dolu bir həyat yaşayır, qəflətlə dolu bir həyat yaşayır. Allahın əmrlərini yerinə yetirməmək, Allahın qadağalarını çeynəmək, qardaşım, bu ən böyük günahlardandır. Necə qəlbin təmizdir? Bəndənin haqqını verirsənsə, o bəndələrin xaliqi olan Allahın da haqqını vermək lazımdır. 43-cü hədisdə Əbu Hüreyrə, Allah ondan razı olsun, deyir ki, Allah Rəsulü sallallahu aleyhi və səlləm belə buyurdu. Deyir, Allah Teala sizin deyir surətinizə və sizin malınıza, dövlətinizə baxmaz, lakin sizin qəlblərinizə və əməllərinizə baxar. Müslim rəvat edib. Demək, Allah yanında ölçü nədir, qardaşım? Salih əməllərdir. Bəndə kim olursa olsun, kimin nəslindən olursa olsun, hansı gözəllikdə olursa olsun, bu Allaha önəmli deyil. Allah önəmli olan nədir? Qəlbində daşıdığı əməllər, təqvallah, təqvasıdır. Allah sevgisidir. Əsas budur. Allah buna bax və salih əməlləri. O salamat qəlbdən törənən əməllər. Qəlb salamat olarsa, əməlləri salamat olacaq. Qəlb xarab olacaqsa, əməlləri də doğru düzgün olmayacaq. Hədisdə də belə gəlir. Zaten elədir. Sən insanların halına bax. O qəlbim təmizdir deyənlərə bax. Görürsən ki, salih əməlləri belə də yoxdur. Qəlbim təmizdir deyir, el bəhbəhlə deyir. Amma əməllərinə baxan görürsən ki, onu görmürsən də qardaş. Nə qədər günahkar insandır. Günahlarla dolu bir həyat yaşayır. Qəflətlə dolu bir həyat yaşayır. Nə bir dəfə Allaha zikr eləyər, nə alnı səcdə edər, nə yerə qoyar, nə rük edər və s. və ilaxır. Bəzən harda yadına düşər, bu rumxanı qaldıranda bəzi insanlar var deyə görsən ki, qəlb təmizliyindən, o anda qəlb təmizliyindən danışır. Sevgi, məhəbbətdən danışır, mehribançılıqdan danışır. Ailəndə deyir ki, mənim borcum var idi, nə oldu, nə vaxt verəsən? Dava düşüb başlayır, nə bilim, qırğın. Mən falan vaxt belə söz demişim, qırğın başlayır. Hələ içkili halda olan qırğınlardan, qətillərdən, cinayətlərdən danışmıram ha. Biraz kefli olanda mehriban olur, sonra görürsən ki, Allah qorusun, faciə baş verir. Sənin qəlbin təmiz olsaydı, sən ümumiyyət içki içməzdin, sən siqaret çəkməzdin, sən günahlar eləməzdin. Biz səni namazda görərdik, məsciddə görərdik, xeyir əməllərdə görərdik. Hanı? Deməli, qəlb salamat deyil ki, günahlarla dolu bir həyat yaşayırsan. Qəflətlə dolu bir həyat yaşayırsan. Yaxşı insan olmaq, yəni kiməsə pislik eləməməklə kifayətlənmir də. Deyir ki, mən kiməsə bir pisliyim dəymir axı, heç kəsə bir söz demirəm, kiməsə düşmənçilik eləmirəm. Bəs Allahın haqqı yaxşı, bu qədər bəndələrin haqqından danışdın. Deyirsən ki, heç kəsə pisliyim dəymir. O sözdədir, lakin həyatına baxsan görərsən ki, o qədər haqlara girib. Yaxşı, bəs Allahın haqqı, Allahın haqqını ödəmək ən böyük günahlardandır. Allahın əmrlərini yerinə yetirməmək, Allahın qadağalarını çeynəmək, qardaşım, bu ən böyük günahlardandır. Necə qəlbin təmizdir? Bəndənin haqqını verirsənsə, o bəndələrin xaliqi olan Allahın da haqqını vermək lazımdır. Bəli, Allah Teala insanın var dövlətinə baxmaz, kim olursa olsun, vəzifəsinə baxmaz, nəsil nəcabətinə baxmaz. Allah onun qəlbinə baxacaq və salih əməllərə. يَوْمَ لَا يَنْفَعُ مَالٌ وَلَا بَنُونَ إِلَّا مَنْ أَتَى اللَّهَ بِقَلْبٍ سَلِيمٍ. O gün heç bir var dövlət, övlad, uşaq fayda verməyəcək, salamat qəlblə gələnlərdən başqa. Bura hamı daxildir. Vəzir, nazir də, vəzir də, aşağı səviyyədə olan insanlar da, hər kəs. Kim olursan ol, qardaş. Hətta Peyğəmbər nəslindən olsan da belə. Vallahi. Haşimilərdən kafir olaraq ölənlər olmadı. Peyğəmbər sallallahu aleyhi ve sellem zamanında. Doğma əmisi Əbu Talib kafir olaraq ölmədi mi? Onun o vaxt elədiyini, yəni İslam'a verdiyi xidməti bugün müsəlmanlar vaxt eləməyiblər. Allah Rəsulunu qorudu, himayə elədi, onun üçün qəzəbləndi, sinəsini qabağa verdi. O sağ olduğu müddətcə Peyğəmbər sallallahu aleyhi ve sellem əziyyət vermədilər. Vəfatından sonra başladı Qureyşin əziyyəti. Sonra ona görə hicrət elədi. Onun o gün İslam'a verdiyi xidmət halbuki o gün daha çox ehtiyacı var İslam dininin xidmətə, fədakarlığa. Bugün nə qədər müsəlmanlar var ki, rahatçılığında belə bunu eləmir, qardaş. İslam üçün heç nəyindən keçmir. Adı müsəlmandır. Əməllərinə baxsan görərsən ki, bunun müsəlmançılığın yaxından uzaqdan əlaqəsi yoxdur. Bəhbəhlə də özdən müsəlman səni isə təzə bir şey sayır. Təzə bir firqət, təzə bir cəmaat hesab edir. Deyirsən ki, sənin əməllərinə baxanda, danışığına, davranışına baxanda Allah hamd olsun, müsəlmana oxşamırsan. Müsəlman o şəxsdir ki, dinindən, əlindən digər müsəlmanlar salamat qalsın. Ay kişi, əziyyət verməyən adam qalmayıb. Hələ bir İslamdan, müsəlmançılıqdan danışsın.
Başqalarını da bəyənmirsən, dindarları və s. və ilə. Hərəyə bir ad qoşursan. Ona görə Allah Taala baxmayacaq. Kim olursan ol. Vəzifə sahibi ol. Əgər Allah üçün heç nə eləməmisənsə, Allah qatında dəyərin yoxdur. Yoxdur qardaş. Bəli, bu dünyada müəyyən şeylər Allah səni mükafatlandıracaq. Dünyanı verəcək. Lakin qiyamət günün payı yoxdur. O gündən qorxsun ki, qiyamət günü əli boş gələcək. Mükafatsız, savabsız gələcək. O gündən qorxsunlar. Kim ki Allah üçün yaşamırsa, Allah üçün bir salih əməli yoxdursa, ibadəti yoxdursa qardaş, vəzifəsi, var dövləti, dostu, tanışı, şan, şöhrəti onu aldatmasın. Vallahi aldatmasın. Xeyri yoxdur. Allah baxmayacaq onlara. Kim olmuşsan, nəçə olmuşsan, kimə nə eləmişsən. Salih əməllərin olmayıbsa, qardaş, Allah üçün yaşamamısanız, Allah üçün yaxşı əməllərin olmayıbsa, faydası olmayacaq. Nə vəzifəvin, nə şan şöhrətivin, nə varıvın, dövlətin, nə nəslin, nəcabətivin. Hamısı dəyərsizdir Allah yanında. Əgər Allah sonra heç nə yoxdursa. Ona görə qəlbi islah eləmək lazımdır. Qəlb islah olsa, salih əməllər də törənəcək o qəlbdə. Yox, qəlb xarab olacaqsa, ancaq o insandan gələn nə olacaq? Ancaq günah əməllər. Allah o haldan qorusun. Allah bizim əməllərimizi salih əməllər eləsin. Allah bizim əxlaqımızı düzəlsin. Xilqətimizi gözəl etdiyi kimi əxlaqımızı da gözəl eləsin. Ən gözəl əxlaq da qulun Rəbbi ilə olan əxlaqıdır və həmçinin məxluqatla olan əxlaqı da var. İnşallah Allah Taala bizə hər bir halda ədəbli əxlaqlı eləsin.